Hər kəs salam, mən adım Fərid. Instagramda, TikTokda, YouTube'da, Telegramda Topaz Futbol kanalının admini. Dönən bildiyimiz kimi 11 oyun paylaşdıq, qəşəng nəticələr gəldi, super oldu və inanıram ki, bu günlərimdə möhtəşəm davam edərik. Birinci oyunumuz Türkiyə Liqasından başlayaq. Qalatasaray Göztepe'nin oyunu var. Göztepe nə qədər çətin rəqib olsa da, məncə Qalatasaray burada çətin də olsa qələbə qazanacaq. Baxmayaraq ki, Qalatasarayın öz evində oynayır, öz azarkeş üstünlüyü var. Plus da ki, Qalatasarayda 3 oyuncu yoxdur, Torreira yoxdur, bilmirəm niyə əsas heyətə almayıblar. Singo zədəldir və Gündoğan da zədəldir. Amma düşünürəm ki, yenə Qalatasaray qələbə qazanacaq. Riskə etmək istəyənlər qol-qol Qalatasaray qələbə yoxlaya bilərlər. 3 əmsal yaxın əmsalı var. Amma riskə etmək istəməyənlər isə tək Qalatasaray yoxlaya bilərlər, tək Qalatasaray qələbə yaza bilərlər. 1.37 əmsal, 1.40 əmsal var, burada qoyacağam, baxarsınız. Digər oyunumuz Almaniya deyirəm, Premier Liqadandır. Arsenal'la Crystal Palace oynayır. Dönəm Liverpool çox biabırçı nəticə oynadı. Ligdə 4 oyuncu uduzur. Bu baş məşqçi məncə göndərilməlidir. Bu qədər sən gəl pul xərclə. Bu 120 milyon bir oyuncu, 150 milyon bir oyuncu, 500 milyona yaxın pul xərcləyiblər, amma bir qəpiklik oyunları yoxdur. Brentford təmiz Liverpooldan üstün oynadı və uddu. Bu günlərimdə bu ilin, yəni Premier Liqada bu ilin ən çempion olmaq üçün real namizədlərindən biri Arsenal'dır məncə və Arsenal da məncə çempion olacaq. Bir tık City yaxındır Arsenal'a. Bu günlərim Arsenal qələbə qazanmalıdır ki, City bu gün qələbə qazansa belə Aston Villa səfərindən çətin oyundan yenə arada fərq yaransın. Mən burada Arsenal'ın qələbəsini düşünürəm. Məncə qələbəsi gələcək. Crystal Palace baxmayaraq çətin rəqibdir, amma Arsenal mütləq udmalıdır və öz evində yaxşı oynayır, qol yemir. Burada Arsenal'ın qələbəsi 1.40 əmsaldır. Bura qoyacağım, baxarsınız. Digər oyunumuz yenə Premier Liqadandır. Bournemouth'dan Nottingham Forest oynayır. Bournemouth qəşəng oynayan klublardan biridir, öz evində oynayır. Nottingham Forest isə lig başlayandan Brentforddan oynadı. 3-1 səhv etmirəmsə qalib gəlmişdi. Ondan sonra 2 bərabərliyi var, ancaq məğlubiyyət əldə edir. Yəni o da bilmirdi. Keçən oyun isə Avroliqada Portonu 2-0-da çətin də olsa qalib gəldi, amma öncəki oyun isə Midtjylland'da uduzmuşdu öz evində. Yəni belə fikirləşmək olar ki, Avroliqanı bura ilə bir tutmayaq. Çünki Avroliqaya çox önəm vermirlər. Avroliqa konferans liqasına çox önəm vermirlər. Burada Nottingham Forest'in bir qol məncə çox idealdır. Çünki Nottingham Forest gedişata baxsaq görək ki, hardasa daha artıq geri dönüş etməlidir. Çünki heyəti də yaxşı heyəti var. Belə baxırıq ki, əmsal da açıblar. Bournemouth'un əmsalı 1.85'dir. Yəni normalda əgər Bournemouth qələbə qazanacaqsa 1.85'dən açmamalıdırlar. Açmalıdırlar hardasa 1.60'dan, 1.55'dən. Çünki Nottingham Forest pis oynayır, belə deyək də, belə düşünək. Amma burada açıq 1.85. Belə, yəni əmsallar da onu göstərir ki, Nottingham Forest'in bir qolu gələcək. Bir qolun əmsalı 1.40 əmsaldır. Bura qoyacağam. İstəyən isə risk seçimindən qol-qol yenə yoxlaya bilər. Digər oyunumuz Real Madriddən Barcelona'dır. El Clasico gələk əsas oyunlardan birinə. Barcelona'nın birinci analiz eləyək yüngül. Görürük ki, Barcelona'da Rafinha, Olmo yoxdur, Ter Stegen yoxdur, Lewandowski yoxdur. Müdafiəsində problemlər var. Çünki tam hücum oynayırlar deyə müdafiədə boşluqlar verir və boş müdafiədən qollar yeyirlər. Real Madrid isə çox rəqibə pres edən klubdur. Sıxır, səhvlərdən yararlana bilən klubdur. Görürük ki, Rafinha olmadıqda Barcelona'nın oyunu biraz daha çətin gedir. Bu oyunda Rafinha olmayacaq, Yamal var. Məncə Yamal özünü göstərə bilər, amma Barcelona'nın qol yeyəcək düşünürəm. Barcelona'nın qol yeyəcəyi yəni gözlənilir. Oyunun 2.5-nə baxırıq 1.25, qol-qola baxırıq 1.20. Bunu qətiyyən yazmalı məsələ görmürəm. Çünki əmsala görə dəymir. El Clasico'da bir də görürüz gəlir 1-0, 2-0. Belə oyun nəticələndi. Burada məncə Real Madrid uduzmayacaq öz evində. Real Madrid daha yaxşı oynayır. Çünki baxsaq görək ki, keçən oyun Barcelona öz evində Girona'nı zorla 90 dəqiqədə 2-1 vurdu. Ondan öncəki oyun Sevilla oyuna baxırdım. Qəti oynaya bilmirdilər. Yəni bu oyun göstərir ki, Rafinhasız Barcelona çox pisdir. Burada məncə ən ideal seçim Real Madrid uduzmaz. Real Madrid bərabərlikdən geri ödəniş. Real Madrid bərabərlikdən geri ödənişin əmsalı 1.40'dır. Buraya qoyacağım, baxarsınız. İstəsəz isə burada Real Madrid daha əmsal artırmaq üçün Real Madrid 1x 4.5 yoxlaya bilərsiniz. Bunun da əmsalı 1.77'dir. Bunu da buraya qoyacağım, baxarsınız. Sonraki oyunumuz İtaliyadandır. Çalışıram bu liqaya çox girməyim, amma bu gün Lazio ilə Juventus oyununa girəcəm. Juventus ligdə son 4 oyununu alt gətirir. Məncə burada Lazio da öz evindədir. Hər iki kluba da qələbə lazımdır. Açıq oyun gedər. 1.5 məncə ən ideal seçimdir. 1.40'a yaxın əmsalı var. Bura qoyacağım. Və nəzərə çatdırım ki, riskə getmək istəyən, sistem kuponlarına qoymaq istəyən bu oyunda 2.20 əmsaldan 2.5'də yoxlaya bilər.
Digər oyunumuz Fransadandır. Lyonla Salzburg oynayır. Salzburg keçən oyun konferans liqasında bərabərə qaldı. Yəni yenə deyirəm, yəni istəsəydi önündəki klubu rahat şəkildə qələbə qazanardı, amma ki udmadı. Çünki çox önəmsəmirlər, çox veclərini almırlar. Halbuki Salzburg çox güclü klubdur. Yaş ortalamasına baxırıq ki, heyətinin tam olaraq 21-22 yaş aralığıdır oyunçuların hamısı. Yaş ortalaması 21 yarımdır. Yəni bu nə deməkdir? Bunun oyunçuları çox cavan və çox sürətli, yorulmayan oyunçulardır. Lyon isə keçən il az qala kümə düşürdü, ikinci liqaya düşürdü, canını zorla qurtardı, oyunçularını satdı, heyətini təzədən yığdı. Bu il də o qədər yaxşı oynamır. Amma burada Lyonu favorit açıblar. Düşünürəm Lyon öz evində vurar. Mütləq şəkildə mən Salzburgdan da bir gol gözləyirəm. Burada gol məncə ən ideal seçimdir. 1.56-dır. Bura qoyacağam. Və bu oyunda da istəyən 1.70 əmsaldan da Salzburg uduzmazlar yoxlaya bilər. Digər oyunumuz Danimarka liqasındandır. Kopenhagendən Viborg oynayır. Kopenhagenin keçən liq oyununa baxırdım. Səhv etmirəmsə 3-1 yoxsa 2-1 idi, uduzdu. Hardasa oyunda qonaqda oynayırdı. Rahat şəkildə 3 dənə dirək vurdu. 4-5 dənə rahat net pozisiya qaçırtdı. Birinci sayımı oynamadı. İkinci sayımı amma oyuna başladı. Gol yeyəndən sonra məcburdu oynamağa. Oynadı. Keçən oyunda öz evində Çempionlar Liqasında Dortmunda uduzdu. Artıq özü də bilir ki, 3 oyun oynayıb. 3 oyundan sadəcə deyə səhv etmirəmsə Leverkusenlə 1-1 qalıb. Digərlərində uduzub. Özü də bilir ki, artıq 24-yə düşə bilməyəcək Çempionlar Liqasında. Çempionlar Liqası məncə başını buraxacaq. Artıq liqə köklənəcək. Çünki liqdə də çox geridədir. Bu Viborg da çox zəif klubdur. Yəni Kopenhagenə bata biləcək rəqib deyil. Kopenhagenin qələbəsi məncə çox idealdır. Bura qoyacağam onu da. Sonrakı oyunumuz mənim sevdiyim ən xoşuma gələn liqlərdən biri İsveçrə liqasıdır. Bu liqa həqiqətən ürəkdir. Çünki liqdə bir də görürüz 5 oyun var, 5 də üst gəlir. 5 oyun var, 4 üst gəlir. Olmasın ki, reddə, yəni %2-3% olar ki, 5 oyundan yəni 4-ü alt gələr. Yəni bu liqada olan bir şey deyil. Bu liqada İsveçrə liqası və Norveç liqasından çox kontrollar, çox əl qatmırlar. Luzano ilə Basel oynayır, çox rahat gələ biləcək. Üstlərdən biridir. Basel ilə gol vurar, evdə vurar, üst götürə çəkilək biz. 1.42 əmsalı var. Buralara qoyacağam. Sonraki oyunumuz yenə İsveçrə liqasından Servetdən Lugano oynayır. Elə bu oyuna da 2.5 götürə çəkilək. 1.58, 1.60 əmsalı var onun da. Buralarda olacaq. Sonraki Norveç liqasından oyunumuz Bodo ilə Molde. Bodo hazırda birinci yerdə olan Vikingdən 4 xal geridədir. Amma buna baxmayaraq aralarında 2 oyun fərq var. Yəni Viking Bodo'dan 2 oyun daha çox oynayıb. Bu da Bodo mütləq şəkildə udmalıdır, amma 1.26 əmsal açıblar, riskə qətiyyən getməyə dəyməz. Amma aralarında oyunlara baxsaq görək ki, bu derbi şəklində gedir bunların oyunu. Rahat üst, gol gələ biləcək seçimdir. Burada gol risk etməyə dəyər. 1.50 əmsalı var idi, 1.52 əmsalı var, bəli, yoxlamaq olar. Bura qoyacağam. Lap risk etmək istəyənlər isə gol Bodonun qələbəsində yoxlaya bilər. 2 əmsaldır. Sonraki oyunumuz Haugestondan Tromsø oynayır. Tromsø Norveç liqasında 4-cü yerdədir. Liqin də bitməyinə səhv etmirəmsə 5-6 oyunlar qalıb. Bu oyun qələbə qazanmalıdır ki, 3-cüyə çıxıb Avroligaya gedə bilsin, şans qazansın. Haugeston isə heç bir mənasız oynayan klubdur. Keçən ildən liqə düşməlidirlər zaten. Bu il liq düşürlər. Belə deyək ki, garantiliyiblər liqə düşməyə demək olar 99%. Yəni liqdə qalmayacaqlar. Açıq oyun oynayırlar. Yəni zaten liq düşmüşük. Liq düşmüş klubun nə mənası, nə amac olacaq, heç nə. Burada qonağın qələbəsi 1.25, amma mən əmsal artırmaq baxımından Time Tromsø'nun bir qolunu atmışam, 1.41 əmsaldan bura qoyacağam onu da və son oyunumuz Vålerenga ilə Strømsgodset oynayır. Hər iki klub tap-tap vuran klubdur. Strømsgodset açıq oynayır, Vålerenga da açıq oynayır. Strømsgodset mütləq qələbə lazımdır. Gol isə tam hücum oynayacaq. 2.5 əmsalını götürək 1.37-dən çəkilək qırağa, bura qoyacağam. Və nəzərə çatdırım ki, TFC-də oynayanlara səslənirəm. Mən agent kodumu yenə buraya qoyacağam. 244 767. Bunu yazıb depozit etsə sevinərəm. Və bunu yazıb depozit edənlər mənə şəxsdən yazsın. TFC-də oynayanları VIP qrupa qoşacağam. Pulsuz şəkildə qoşacağam. Bu jestə sizlər üçün edəcəm. Və videoyu bəyənməyi unutmayın və aşağıya da Telegram linkini qoyacağam. Daxil ola bilərsiniz. Hər kəsə uğurlar.